Salam, bugün sənin üçün birbaşa mənbəyə, yəni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə baxacağıq, oradan ən vacib məqamları çıxarmağa çalışacağıq. Elədir. Bu sənəd, belə deyək, ölkəyə kimin necə gəlib getdiyini, burada necə qalıb işlədiyini müəyyən edir. Bəli. Yəni, əgər Azərbaycanla bağlı hər hansı bir səfər, yaşayış, bəlkə də iş planın varsa, bu qaydalar sənin üçün çox önəmlidir. Gəl birlikdə baxa görək nə var, nə yox. Tamamilə doğrudur. Bu məcəllə təkcə əcnəbilər, vətəndaşlığı olmayanlar üçün deyil, onu da qeyd edək ki, həm də Azərbaycan vətəndaşlarının ölkədən getmə-qayıtma hüquqlarını da, yəni tənzimləyir. Aha. Mahiyyətcə, dövlətin miqrasiya siyasətinin, belə deyək, hüquqi təməlidir. Elə isə başlayaq ən təməl şeylərdən. Əcnəbi kimdir, vətəndaşlığı olmayan şəxs kimdir? Məcəllə bunları necə ayırır? Və Azərbaycana gələn kimi, bax, sənin üçün ilk vacib addım nə olmalıdır? Çox sadə. Əcnəbi başqa bir ölkənin vətəndaşıdır. Vətəndaşlığı olmayan şəxs isə adı üstündə heç bir ölkənin vətəndaşı sayılmır. Hə. Azərbaycana gəlincə isə ilk və ən vacib məqamlardan biri qeydiyyatdır. Əgər sən burada 15 gündən çox qalmağı planlayırsansa. 15 gün. Bu vacibdir. Bəli, 15 gündən çox. Ölkəyə girən kimi 15 gün ərzində qaldığın yer üzrə qeydiyyata düşməlisən. 15 gün. Bu, həqiqətən yadda saxlanmalı bir müddətdir. Bəs bu qeydiyyat prosesi, necə deyim, çətindir, necə olur ümumiyyətlə? Yox, əslində olduqca asandır. Qaldığın yerin, məsələn, oteldirsə otelin, sanatoriyadısa onun, ya da mənzil sahibinin administrasiyası və ya sahibi bunu sənin üçün etməlidir. Hə, onlar edir. Bəli. Ya da alternativ olaraq sən özün də Dövlət Miqrasiya Xidmətinə onlayn müraciət edə bilərsən, ya da birbaşa gedib orada edə bilərsən. Ən yaxşısı da odur ki, bu proses tamamilə pulsuzdur. Pulsuz. Bu lap yaxşı. Aha, heç bir rüsumu yoxdur. Deməli, qeydiyyat belə. Bəs, yaxşı, ölkəyə girmək üçün ilk addım viza. Viza məsələsi necədir? Ümumiyyətlə, hamıya lazımdırmı? Əksər ölkələrin vətəndaşları üçün, bəli, viza tələb olunur. Məcəllədə səfərin məqsədindən asılı olaraq fərqli viza növləri var da. Giriş vizası, tranzit, işgüzar, turizm, təhsil, əmək, yəni fərqli-fərqli. Hər məqsədə uyğun. Bəli, hər birinin öz tələbləri var, öz müddəti var, amma burada çox maraqlı bir sistem var, asan viza. Hə, eşitmişəm. Bax, o sistem vasitəsilə bir çox ölkənin vətəndaşı çox asan, çox qısa müddətdə elektron viza ala bilir. Aha, asan viza. Bu, həqiqətən də müasir bir şeydir. Prosesi yəqin ki, sənin kimi gəlmək istəyənlər üçün çox sürətləndirir. Əlbəttə, əlbəttə. Yaxşı, bəs Azərbaycanda daha uzun qalmaq istəyənlər, ya da bəlkə işləmək istəyənlər üçün vəziyyət necədir? Bildiyim qədərilə burada artıq qaydalar biraz daha ciddiləşir. Bəli, uzun müddət qalmaq üçün müvəqqəti yaşama icazəsi almaq lazımdır. Bunun üçün də müxtəlif əsaslar mövcuddur. Məsələn, deyək ki, iqtisadiyyata ən azı 500 min manat yatırım eləmək. Vay, 500 min. Bu böyük rəqəmdir. Hə, böyük rəqəmdir. Ya da ən azı 100 min manatlıq daşınmaz əmlaka sahib olmaq və ya bankda eyni məbləğdə pulun olması. Hə, 100 min daha, necə deyim, əlçatan görünür bəlkə də. Bəli. Ya da məsələn, Azərbaycan vətəndaşı ilə ailə qurmaq və s. kimi hallar. Anladım. Bəs daimi yaşamaq, müvəqqətidən sonra daimi yaşamaq üçün nə etmək lazımdır? Daimi yaşama icazəsi üçün gərək ən azı 2 il Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə fasiləsiz yaşayasan. Fasiləsiz, yəni heç çıxmadan. Yox. Fasiləsiz o deməkdir ki, hər 180 gün ərzində ölkədən kənarda qalma müddətinin cəmi 90 günü keçməməlidir. Hə, başa düşdüm. Bundan başqa, Azərbaycan qanunlarını bilmək, yaşayış üçün kifayət qədər pulunun olduğunu, yəni vəsaitinin olduğunu sübut etmək kimi əlavə şərtlər də var. Deməli, təkcə yaşamaq yox, həm də qanunları bilmək, maddi təminat da önəmlidir. Yaxşı, bəs işləmək. Əgər sən burada iş tapmısansa, xüsusi bir icazə almalısan. Bu, hamı üçün keçərlidir. Ümumi qayda, bəli, belədir ki, əcnəbilərin Azərbaycanda pullu işlə məşğul olması üçün iş icazəsi olmalıdır. Və bunu da işə götürən almalıdır, əcnəbin özü yox. İşə götürən alır. Bəli, amma məcəllədə kifayət qədər geniş istisnalar siyahısı da var. Bax, bu maraqlıdır. Necə yəni? Kimlər üçün istisna var? Məsələn, diplomatik nümayəndəlik işçiləri, dənizçilər, mühazirə deməyə dəvət olunan professorlar,
incəsənət xadimləri, idmançılar, məşqçilər, sonra xarici şirkətlərin filial rəhbərləri və onların müavinləri, Azərbaycan vətəndaşı ilə evli olanlar və bir sıra başqa kateqoriyalar var ki, onlar iş icazəsi almadan işləyə bilirlər. Wow, deməli istisnaların siyahısı heç də qısa deyil. Bu yəqin ki, müəyyən sahələrə mütəxəssis cəlb etməyi asanlaşdırır, bəzi adamlar üçün də bürokratiyanı azaldır. Elədir, məqsəd odur. Biz əsasən əcnəbilərdən danışdıq. Bəs Azərbaycan vətəndaşlarının ölkədən getməsi, yəni vətəndaşın öz ölkəsindən çıxmasına da məhdudiyyət qoyula bilərmi? Məsələn, borclara görə. Əlbəttə, Azərbaycan vətəndaşının ölkədən getmək hüququ əsasən pasportla təmin olunur, bu aydındır. Lakin bəzi hallarda bu hüquq müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Hansı hallarda? Məsələn, məhkəmə qərarı ilə təsdiqlənmiş, amma hələ icra olunmamış öhdəliklər varsa, aliment borcu, kredit borcu və s. ya da ödənilməmiş vergi, sosial sığorta və ya başqa icbari ödəniş borcları varsa. Deməli, borcun varsa sərhəddə problem çıxa bilər. Bəli, çıxa bilər. Yetkinlik yaşına çatmayanlar isə, yəni uşaqlar, adətən valideynlərinin razılığı ilə, notarial təsdiqlənmiş razılığı ilə ölkədən gedə bilər. Anlaşıldı. Deməli, öhdəlikləri yerinə yetirmək təkcə ölkə daxilində yox, xaricə getmək üçün də vacibdir. Yaxşı, son olaraq bəs qaydaları pozan əznəbiləri nə gözləyir? Məsələn, kimsə vizasız qalsa, ya da o dediyin 15 günlük qeydiyyatdan keçməsə. Qanun pozuntusunun belə deyək, növündən və ağırlığından asılıdır. Müxtəlif tədbirlər var, amma ən ciddi tədbirlərdən biri əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan hüdudlarından kənara çıxarılmasıdır. Yəni deportasiya. Bəli, deportasiya. Bu ya inzibati qaydada, yəni Dövlət Miqrasiya Xidməti özü qərar verir, ya da məhkəmə qərarı ilə olur. Hətta çıxarılma qərarı verilən şəxslər bəzi hallarda, məsələn, kimliyini təsdiq etmək olmursa və ya qaçmaq ehtimalı varsa, məhkəmə qərarı ilə qanunsuz miqrantların saxlanılması mərkəzlərində də saxlanıla bilər. Xüsusi mərkəzlər var bunun üçün. Bəli, amma onu da deyim ki, bu mərkəzlərdə saxlanılanların da öz hüquqları var. Ailəsi ilə əlaqə saxlamaq, tibbi yardım almaq, vəkil tutmaq, hətta dini ayinlərini icra etmək kimi bunlar da məcəllədə göstərilib. Anladım. Yəni bu elə-belə baş vermir, müəyyən prosedur var, qərarlar var və hətta saxlanılan adamın da hüquqları qorunur. Ümumiləşdirsək, Azərbaycanın miqrasiya məcəlləsi gördüyümüz kimi çox detallıdır. Ölkəyə girişdən çıxışa, qısa səfərdən tutmuş daimi yaşayışa qədər, işləməyə qədər. Demək olar, hər şeyi əhatə edən bir yol xəritəsidir sanki. Bəli, tamamilə razıyam. Bu qaydalar bir tərəfdən dövlətin, təhlükəsizliyini, öz maraqlarını qorumağa kömək edir. Digər tərəfdən də ölkədə olan insanların fərqi yoxdur, vətəndaşdır, əcnəbidir, hüquqlarını, vəzifələrini müəyyən edir. Elədir. Bütün bu qaydaları belə müzakirə etdikdən sonra adamda bir sual yaranır. Bax, səncə bu cür detallı miqrasiya tənzimləmələri bugünkü qloballaşan dünyada insanların sərbəst hərəkət etmək istəyi ilə dövlətin nəzarət və təhlükəsizlik ehtiyacları arasında necə bir tarazlıq yaradır və necə bir tarazlıq yaratmalıdır? Bax, bu, məncə, üzərində düşünməyə dəyər bir məsələdir.